Əziz Tapşırıq TV izləyiciləri, hər birinizi xoş gördük, düzdür. İzahlarımız gecikib, amma bütün izahları bir dəfə paylaşacağım bu dəfə. Vaxt itirmədən sizin kanalımıza abunə olun, bəyənin, paylaşın. Və növbəti il dərslərimiz üçün 050 775 81 72 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Mətndə hansı suallara cavab yoxdur? Kitablar mexaniki üsulla istifadədə harda hazırlanmışdır? Var. Çap təzgahının yaradıcısı var. Neçənci ildə anadan olub? Yoxdur. Dünyada ilk nümunəsi var. Mantusinin nəşriyyatı hansı şəhərdə fəaliyyət edirdi? İtaliyadaydı və hansı şəhərdəydi? Şəhər yadımdan çıxıb, amma orada var. Bilirsinizsə, alta yazarsınız. Hansı duruş haqqında məlumat yoxdur. Deməli, Avropada kitab çapının əsasını qoydu Johann Gutenberg. Kitabsızca bir innovasiyalar Mantusi. İkisi də. Çap dəstgahını Gutenberg yaradıb, durğu işarələrini Mantusi eləyib, Mantusi nədir? Kitab nəşrinin inkişafında böyle olur hər ikisi ilə ABC getdi cavablar. Durğu işarələrini standartlaşdırdı. Yəni bu o deməkdir ki, hamının istifadə edəcəyi sistem yaratdı. Oxumağı rahatlaşdırdı. Çap kaliqrafiya sayəsində yeniliklər edir. Bəli. İtalik yazı gətirdi. Buna kursiv yazı adı verildi. Çap səhifəsinin dizaynında, bəli, ölçülər, şriftlər, ölçülər, sonra səhifə nömrələmə yaratdı. Qısa mən yazıram. Kiçik formatlı kitablar oldu. Kiçik formatlı kitablar çap etdi. Bu da hər kəsin kitabları yanında daşıya bilməsinə şərait yaratdı. Keçirik növbəti ikinci hissəyə. Mətnləri oxuyum, davam edəcəm. Bu mətnləri heç oxumağa ehtiyac yoxdur. Uşaqlar, bu mətnləri özünüz yazırsınız. Doğum tarixi, kimliyi haqqında, həyatı, yaradıcılığı haqqında məlumatları özünüz iki mətndən çıxarıb buraya yazacaqsınız. Yazı hissələri bilirsiniz ki, mən yazmıram. İndi yavaş-yavaş tələs dinləmə mətnində diqqətli olmaq lazımdır ki, hansı tapşırıqlar var. Bir dəfə özüm baxım, sonra davam edeyim. Deməli, belə uşaqlar, yavaş-yavaş tələs mətnində hansı məlumat öz əksini tapmayıb? Mantusinin Aldini Press var. Özünə məxsusluğu sonda olaraq təklif yazır. Həm sərgəli idi, gözəl idi, həm keyfiyyətli idi. Həm də təklif yazırdı ki, insanlar onu oxuyandan sonra kitaba buna təklif versinlər. Nəşriyyatın devisi yavaş-yavaş tələs. Oxucuya diqqət edirəm. Bu da ona aid idi ki, oxucunun diqqətini axırda ondan təklif almaqla cəlb edirdi. Nəşriyyatın nəşr etdiyi kitabların adı haqqında məlumat verilməyib. Əl yazısından xatırladan kursiv və ya şrif yaradıb. Mətnə görə birinci mətndədir bu. Manutsi haqqındadır. İlk dəfə kitaba ön sözdən istifadə edib yavaş-yavaş tələs hissəsində lövbələr sarılmış delfin təsvirindən emblemi kimi yavaş-yavaş tələs. Müəlliflər üçün məsləhətlər İlk addımlar mətnindədir. Geniş oxucu adresi yaradıb. Burada hər ikisi geniş oxucu auditoriyası yaradıb. Bu haqda məlumatımız var. Yenə uşaqları, oxuduğunuz hər hansı bir kitabın naşirində məktub yazaraq bu məktubu siz yazırsınız, mən yazmıram. Keçirik qaydalara. O və bu əvəzliklərindən mübtəda vəzifəsində işləndiyi cümlələr. O 15-ci əsrin ən məşhur naşiri idi. Kim?
O mübtəda vəzifəsindədir. Bu bizim iş planımızdır. Nə? Bu özündən sonra əvəzlik gəlib qoyulmayıb. Artıq o günlər geridə qalmışdı. Hansı günlər deyil. İşdə nailiyyətlərinə görə o kim? O. Bu isə kolleksiyamdakı ən qədim markadır. Nə? Bu. O ölkələrə səyahət etmək çoxdan ki, hansı ölkələrə bu da təyindir. Cümlədə o və bu əvəzlikdən sonra uyğun yerlərdə vergül qoy. Bu da özündən sonra köməkçi hissəsi gəlib qoyulmayacaq. Bu dünya tarixində ilk kitab nümunəsi. Nə bu? O qaça-qaça özündən sonra feil gəldiyinə görə qoyulmayacaq. O qısa müddətdə böyük uğurlara imza atdı. O və bu əvəzliklərdən sonra vergülün qoyulması ilə bağlı səhvləri tap. Bu inam bizi daha yaxşı. Deməli, biri budur. Burada təyin vəzifəsində olduğuna görə vergül qoyulmaz. O klassik və müasir əsərləri kiçik forma bu düzdür. Bu hamının 3. Çünki özündən sonra əvəzlik. Əvəzlik gəldikdə vergül qoyulmaz. Bu atamın ən çox şey bu. Atamın düzdür o biri. O da burada da 4 köməkçinin hissəsi gəlib. Köməkçi nitq hissəsi gəldikdə qoyulmur. Uşaqlar X qoyuram bilin onu. O və bu cümlələrin mübtəda vəzifəsində işlət. Uyğun yerlərdə vergül işarəsi qoy. Davam edirik. O və bu əvəzliklərin cümlədə mübtəda vəzifəsində işlət. Deməli, bu dostuma aldığım hədiyyədir. Uşaqlar, əslində bu 2 dənədir. Vergül qoyduğuma görə bu burada isim olur. Bir də hansı sualına cavab vermir. Başqasını işlədik. Onu işlədək. O dünən gəlib. Bununla da bu bölməni bitirdik. Növbəti izahlarda görüşərik. Hələlik.